Coratda evə silahlı basqın edərək 3 nəfəri öldürüb, 3 nəfəri yaralamaqda təqsirləndirilən Müşfiq Tağıyevin dəhşətli cinayətə törətməsinin təfərrüatı məlum olub. Onun ifadəsindən məlum olub ki, 26 ildir bu cinayətin qisası ilə yaşayırmış. News24 az müsavata isnadən xəbər verir ki, hadisə 2023-cü il oktyabrın 28-də baş verib. Corat Bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfər Susana Karakaş və Dağbəyi Fərəcov ölüb. Hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıblar. Sonradan yaralılardan biri Türkiyə xəstəxanasına köçürülən Serkan Karakaş da orada vəfat edib. O vəfat edən Susananın həyat yoldaşı olub. İstintaqla 1987-ci il təvəllüdlü Müşfiq Tağıyevin qonşusu Anar Fərəcovdan qisas almaq məqsədi ilə sonuncunun ailəsinin yaşadığı həyətə gələrək evin divarlarına benzin töküb yandırması və özünün hazırladığı partlayıcı qurğunu partlatdıqdan sonra odlu silahdan atəş açaraq evdən çıxan Dağbəyi Fərəcov, Susana Karakaş və Serkan Karakaşı qəsdən öldürməsi, sonuncuların evdə aşkar surətdə köməksiz vəziyyətdə olan 2 az yaşlı övladına, eləcə də Tərlan Fərəcovanı və köməyə gələn qonşular Etibar Sarıyev və Mehman Sarıyevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Müşfiq ifadəsində bu cinayətə necə hazırlaşdığını danışıb. Hadisəni törədən zaman 36 yaşı olan Müşfiq deyib ki, 10 yaşı olanda qonşuları Anar Fərəcov tərəfindən əxlaqsız hərəkətə məruz qalıb. Onun sözlərinə görə Anar onu zorlamağa cəhd edib. Anarın əlindən qaçmağı bacardığını deyən Müşfiq həmin gündən qisas hissi ilə yaşadığını söyləyib. Anar bu hərəkəti etməsəydi, mənim də ailəm, uşağım olacaqdı. Bu nifrətlə 26 il yaşamışam. Uşaq vaxtı da dəfələrlə Anarın üzünə kislata tökmək istəmişəm. Həmin kislata hələ də evdədir. Amma Anarı tək tuta bilmədim. Bunun üçün gücüm də yox idi. Müşfiq ifadəsində pul yığıb barıt aldığını, bu hadisəyə hazırlaşdığını bildirib. Həmişə şərəflə yaşamışam, amma 26 il sonra dözə bilmədim. Barıt, benzin aldım. Anargilin evində kamera olduğunu bilirdim. İstəyirdim ki, Anar baş verənləri kamera görüntülərindən izləsin. Məqsədim uşaqlardan başqa hər kəsi öldürmək idi. Qonaqda olsa sağadan buraxmayacaqdım. Müşfiq əvvəlcə partlayış və yanğın törədib, sonra qapının qarşısında dayanıb və evdən çıxan şəxsləri öldürməyə başlayıb. Bütün kəmərim patronla dolu idi. Patronlar da, silah da mənə atamdan qalmış. Birinci Susananı vurdum, arxasınca Serkan gəldi, sonra da Dağbəyini vurdum. Müşfiq deyib ki, evdə olan şəxslərdən başqa heç kimi vurmaq niyyətində olmayıb. O 2 nəfər qonşunu bilmədən yaraladığını deyib. Əlavə edib ki, hadisə vaxtı başqa şəxsləri görsə də onlara atəş açmayıb. Ətrafda insanların toplaşdığını görən Müşfiq oradan qaçıb. Hadisəni törədəndən sonra atasının məzarını ziyarətə gedən Müşfiq o an yaşadıqlarını belə danışıb. Atamın ruhuna baş verənləri danışdım. Məqsədim tutulmamaq idi. Tutulmasaydım Anarı da öldürəcəkdim. Məzarlıqdan evə gələn Müşfiq 2 gün orada qalıb. Hadisə barədə xəbərləri televiziyadan izləyib. Müşfiq dindirilən zaman niyə qisasını Anarın ailəsindən almasını belə izah edib. Anarı sonuncu dəfə 2012-ci ildə görmüşəm. Sonra onu görmədim. Hansı ölkəyə getdiyini bilmədim. Suallara cavab verən Müşfiq bu cinayətə tam olaraq 2020-ci ildən hazırlaşdığını bildirib. O basqına gedən zaman üzərində bir neçə bıçaq, xəncər, odlu silah, 7 litr benzin və 1 kiloqramdan çox barıt olub. Əməlindən qəti olaraq peşman olmadığını deyən Müşfiq əlavə edib ki, başqa heç bir qisas onu sakitləşdirə bilməzmiş. Müşfiqin ifadəsinin bəzi hissələri isə tükürpədicidir. O ilk olaraq Susananın vurmasından necə həzz aldığını istintaqda belə danışıb. Susananı vuranda boğazından qan fışqırdı. Mənim üçün çox böyük həzz oldu. Məqsədim Susananın övladlarının ağlayışlarını, haykırışlarını görmək və ailənin bütün üzvlərini öldürmək idi. Uşaqların ana deyərək qışqırmasından həzz alırdım. Bütün cinayəti əvvəlcədən planlaşdıran Müşfiq deyib ki, evi yandırmaqda məqsədi evdəkilərin həyətə çıxmasına nail olmaq olub. O qapının qarşısında dayanaraq çıxan şəxslərə bir-bir atəş açmağa başlayıb. İlk çıxan 3 nəfəri öldürüb. Bu dəhşətli əməlləri törədən Müşfiq ömürlük azadlıqdan məhrum edilib.